Əziz bacı və qardaşlarım, mən sizin hər birinizi salamlayıram. Uca Allahdan hər birinizə sülh və əminamanlıq, rəhmət və xeyirli olan bütün işlərinizdə bol bərəkət diləyirəm. Dəyərli bacı və qardaşlar, Quran-ı Kərimin 38-ci surəsi var, Sad surəsi. Sad surəsinin 82-83-cü ayələrini sizlərə xatırlatmaq istəyirəm. Uca Allah buyurur, İblis dedi, sənin qüdrətinə and olsun ki, onların hamısını yoldan çıxaracağım. Təkcə sənin seçilmiş, ixlaslı qullarından başqa. Əziz və dəyərli qardaş və bacılar, İblisin insanlar barəsində söz doğru çıxıbdır. İblis insanların böyük bir qismini, çox böyük bir qismini doğru yoldan saptıra bilibdir, doğru yoldan azdıra bilibdir. Doğru yoldan batil yollara süründürə bilibdir. Yalnız Allahın seçilmiş ixlaslı qulları, Uca Allahın özünün buyurduğu kimi, təkcə seçilmiş ixlaslı qullardan başqa. Allahdan diləyirəm ki, Allah bizi hər zaman seçilmiş ixlaslı qullarının sırasında bizi eləsin. Bizi o sıralarda sabit eləsin. Bizim qədəmlərimizi, qəlbimizi o sıralarda sabit eləsin və bizi hər zaman iblisin və onun bütün qüvvələrinin şərrindən qorusun. Amin ya Rabbim. Əziz bacı və qardaşlar, dəyərli insanlar, ibadət əhli olan, ibadət əhli olmayan hər kəsə səslənirəm, hər kəsə müraciət edirəm. Baxın, günah işləyən insanların hər birisi öz günahlarından xəbərdardırlar. Günah işləyən hər bir insan öz əməlinin günah olduğundan xəbərdardır. Mən əlbəttə ki, indiki zamanlarda yox, Allahın mənə rəhm edib mənə İslamı tanıtmamışdan öncə müəyyən məclislərdə, işçi məclislərində, yəni haram olan məclislərdə, işçi məclislərində olmuşam və ən keyfli insanların, dinlə bağlı söhbətlər düşəndə ən keyfli insanların belə bu məclis günah məclisidir, gəlin burada bu mövzuları danışmayaq, söylədiklərinin şahidi olmuşam. Hər bir keyfli insan, hər bir işçili insan əməlinin günah olduğunu bilir. Hər bir zinakar öz əməlinin günah olduğunu bilir. Hər bir qumarbaz, hər bir sələmçi, sələmə pul verən, kredit verən sələmçi belə öz əməlinin günah olduğunu bilir. Sələmçidən, kredit verəndən soruşursan, deyir, bizim pulumuzun, bizim deyir, malımızın bərəkəti olmur. Qumarbaz deyir, malımızın bərəkəti olmur, deyir bizim. Niyə? Çünki haramdan qazandıqlarını bilirlər. İşçi satan bilir ki, onun malının bərəkəti olmur. Şərabçılıqla məşğul olan insanların böyük qismindən bunu eşitmişəm. Və ətraflarında olan insanlar da deyirlər ki, şərabçılıqla qazanan insanların heç vaxt malın bərəkəti olmayıbdır. Niyə? Çünki o işin günah olduğunu hər kəs bilir. Dediyim kimi, yalan danışan, qeybət eləyən, rüşvət alan, insanların mallarını haqsız yerə yiyən hər bir kəs öz əməlinin günah olduğunu yaxşı bilir. İnsan günaha yol verəndə günah etdiyini anlayır və dərk eləyir. Hətta qeybət eləyənlər belə özlərinin günah etdiklərini yaxşı bilirlər. Arxada danışanlar, insanların üzünə danışa bilməyib onların arxasınca danışanlar özlərinin belə günah etdiklərini çox yaxşı bilirlər. Dediyim kimi, Quran-ı Kərimdən bir çox əməlləri saya bilərəm. Lut qövmünün bugünkü gündə, yəni eyni cinslərin yəni münasibətlərinin yanlış olduğunu, haram olduğunu, günah olduğunu hər kəs bilir. Yəni bunu kimsə deyə bilməz ki, bu halal bir işdir. Hər kəs bilir ki, bunlar haram işlərdir. Amma nədir məsələ? Niyə bəs böyük kütlə, niyə çox böyük kütlə bu haram işlərin ardınca gedir, bu haram yolu tutub gedir? Çünki İblis və ona xidmət edən bütün qüvvələr, insanları Allahın rəhməti ilə aldadırlar. Allah rəhimlidir, Allah bağışlayar. Qurban bayramı gələndə bir qurban kəsərsən, Allaha dua eləyərsən,
Allahdan bağışlanma diləyərsən, Allah da bağışlayar deyib, bir zəkat sədəqə verərsən, kasıba küsuba yardım eləyərsən, Allah da bağışlayar. Nə olar ki, rüşvət alırsan, nə olar ki, insanların haqqını yeyirsən, nə olar kimlərinsə malını yeyirsən, nə olar ki, kiməsə haqsızlıq eləyirsən, biraz sədəqə verərsən, yetmək üzrə kömək eləyərsən, qonum qonşunda kasıba küsuba kömək eləyərsən, Allah da günahları bağışlayar. Bu cür iblisin hiləsi, iblisin bu cür hiləsi insanları aldadır. Halbuki Uca Allah Quran-ı Kərimdə ayədə açıq-aşkar deyir ki, Allah yalnız müttəqilərdən qəbul edir. Bəs müttəqilər kimdir? Allahın kitabına görə, əgər biz bu qurbanı, əgər biz bu sədəqəni, əgər biz bu zəkatı Allah üçün veririksə, yəni Allahdan bir bağışlanma dilib veririksə, Allah deyir kimdən qəbul edirəm? Allah deyir yalnız müttəqidən qəbul edirəm. Müttəqi kimdir? Dəyərli qardaş və bacılar. Namazsız müttəqi yoxdur. Allah Quranda deyir müttəqilər namaz qılarlar. Allah Quranda deyir müttəqilər qeybə iman gətirərlər. Axirətə iman gətirərlər müttəqilər. Allahın nazil etdiyi kitablara, peyğəmbərlərə iman gətirərlər. Dəyərli qardaş və bacılar, iman gətirmək nə deməkdir? İman gətirmək sadəcə olaraq kitabın Allah tərəfindən nazil olduğuna inanırıq deyib, soram da o kitaba qarşı etinasız bir münasibət bəsləmək bu iman gətirmək deyil. İman gətirmək inanmaqdır. İman gətirmək o yolu tutub getməkdir iman gətirmək. Yoxsa mən Allaha iman eləmişəm, mən Allaha iman etmişəm, peyğəmbərlərinə də iman etmişəm, kitablarına da iman etmişəm, amma yaşayışım demokratik bir yaşayışdır. Yaşayışım Allahın kitabından uzaq olan bir yaşayışdır. Yaşayışım nə bilim kapitalizm qanunlarına görə olan bir yaşayışdır. Yaşayışım yəni hər şey var yaşayışımda. Bir Allahın Quran-ı Kərimdə dedikləri yoxdur. Bu necə iman gətirməkdir ki? Bu Allaha iman gətirmək olmur axı. Mən Allaha inanıram deyib, ondan sonra Allahın dediyi, Allahın qadağa qoyduğu hər şeyi eləmək bu Allaha iman gətirmək deyil. Allahın qoyduğu bütün hüdudları aşmaq bu Allaha iman gətirmək deyil. Allaha iman gətirmək həyatını, yaşayışını, ölümünü, hər şeyini Allaha həsr eləyən, hər şeyini Allahın dediyi kimi eləməyə çalışan. Mən bunu deyəndə bəzən mənə deyirlər ki, varmı elə insanlar ki, tam olaraq Allahın istədiyi kimi yaşayırlar? Yoxdur. Əlbəttə ki, tam olaraq Allahın dediyi kimi yaşayan insanlar qüsursuz, pak insanlar olarlar. O da ki, mümkün deyil. Qüsursuz, pak və müqəddəs olan bir tək Allah özüdür. Əlbəttə ki, insanların xətası da olacaq, səhvləri də olacaq, yanlışları da olacaq. Amma fərqi var. Biri var insan xəta eləyərsə, yanlış eləyərsə, bir günaha yol verərsə, həmən bunun bağışlanmasını Allahdan diləyər. Həmən əffini diləyər, əməlini islah eləyər və bir daha o əmələ qayıtmamaq üçün əlindən gələni eləyər. Bir də var ki, insan günah işi görür, ondanca biraz da günah işi görür. Görür ki, cəza gəlmir, ondanca biraz da günah işi görür. Biraz da azğınlaşır, biraz da və bu cür həyat tərzi insanı hara aparır? Azğınlığa aparır. Bu cür həyat tərzi insanı Allaha qarşı azğınlıqdan mən danışıram. Allaha qarşı Allahın qoyduğu bütün hüdudları aşmağa götürür, aparır. Allaha inanıram deyir, amma Allahı dilim gəlmir mənim o söz deməyə. Sanki Allahın heç bir qanunu nəzərə almır. Əməllərində heç bir qanunu nəzərə almır. Saymır Allahı. Hörmət eləmir. Allahın qoyduğu hüdudlara hörmət eləmir. Allahın dediklərinə hörmət eləmir. Allahın buyurduqlarına hörmət eləmir. Saymır. Niyə? Çünki iblis və ona xidmət edən bütün qüvvələr, bütün ordular, iblisin xidmətində, iblisin itaətində olan bütün ordular, hər cür insanlar iblisin toruna düşüblər. İblis onları allada bilibdir. İblis onları Allahın mərhəməti ilə alladıb, rəhməti ilə alladıb. İblis onları bu cür alladıb ki, həyat və eybi yox, necə yaşayarsan, əsas odur ki, Allahın mövcud olmağına, Allahın varlığına inanırsan. Öləndə mollalar səni yuyacaq, kəfənləyəcək, qoyub səni cənazə namazı qılacaqlar, aparıb qoyacaqlar qəbrə. Allah da səni bağışlayacaq. Zaten insanlar axirətə inanmır ki. Zaten insanlar iblisin o
oyununa düşməklə, iblisin o toruna düşməklə axirətə inanmırlar ki insanlar. İnsanların böyük qismi inanmır. Böyük qism insanlardan hətta namaz qılanlardan belə mənə o sualı verən olub ki, yəni bəs birdən yoxdursa əgər, yəni ölümdən sonraki həyat birdən yoxdursa, mən demişəm inanmırsan sən. Yəni inamın yoxdur. Hətta bu cür belə insanlar rastlamışam, həyatımda görmüşəm. Namaz qılan insanların belə elələri var ki, axirət barədə onların şəkki şübhəsi var. Onların yəqinliyi yoxdur axirətlə bağlı. Onlar axirətə yəqinliklə inanmırlar. Əlbəttə ki, axirətə yəqinliklə inanan bir qul, Allahın o bayaqları dediyim kimi, müttəqilər kimdir? Müttəqilər Allahın kitablarına iman gətirən qullardır. Allah da müttəqilərdən qəbul edir yaxşı əməlləri. O yaxşı əməllər müqabilində də insanların günahlarını bağışlayır. Amma əvvəlcə günahın bağışlanması üçün yaxşı əməli uca Allah qəbul etməlidir ki, günahı da rəhm eləsin, bağışlasın. Yaxşı əməl də deyir, müttəqidən qəbul edirəm, yəni hər kəsdən qəbul eləmirəm. Mən bu cür deyəndə bəziləri deyir ki, bu cür deyərik, insanlar yaxşı əməllərdən uzaq qaçarlar. Niyə ki? İnsanlar əgər yaxşı əməli Allahın rızasını qazanmaq üçün eləyirlərsə, lap yaxşı. Yaxşı əməli eləsinlər, əməllərini də düzəltsinlər, əməllərini islah eləsinlər, günahlardan uzaq dursunlar, namaz qılsınlar, Allah yolunda mallarından xərcləsinlər, sədəqə versinlər, zəkat versinlər, Allahdan axirətlərini diləsinlər. İnsanların böyük qismi axirətə inanmır. İnsanların böyük qismi sadəcə yuxu kimi keçib gedən bax bu dünyaya inanır. Niyə? Çünki şeytan unutturubdur, iblis unutturubdur. İblisə xidmət edən qüvvələr gecə-gündüz insanlara unuttururlar müxtəlif şeylərlə. Bu dünyanın müxtəlif bərbəzəyi ilə insanlara axirəti, əbədi həyatı unuttururlar. Amma ki, hər bir insan, bu dünyada olan hər bir insan bir gün öləcəyini mütləq ki bilir. Hər bir insan bu dünyanın fani olduğunu da mütləq ki bilir. Hər bir insan, birsiz insanlar, məsələn, dildə belə bir söz var, deyirlər ki, köçüb bu dünyadan. Dünyasını dəyişdi, deyirlər. İnsan öləndə deyirlər, dünyasını dəyişdi. Köçdü bu dünyadan. Rəhmətə getdi. Rəhmətə getdi nə deməkdir? Allahın yəni rəhmətinə qovuşdu. Yəni Allah onu bağışladı. Bağışladı mı? Əff elədi mi? Yəni o qul, o ölən qul, hər elə dünyasını dəyişən qul rəhmətə layiqdirmi ki, rəhmətə də getsin və yaxud da rəhmətə də qovuşsun? Xeyr, Allah Quranda deyir ki, rəhmətə kimlər qovuşacaqlar, onu deyir. Elə bax, bu surənin 83-cü ayəsində dediyi kimi, yalnız Allahın seçilmiş ixlaslı qullarından başqa. Əlbəttə ki, Allah bizim hər birimizə fürsət verir. Allah bizim hər birimizə müxtəlif vaxtlarda, müxtəlif zamanlarda, müxtəlif məqamlarda göstərir. Haqqın nə olduğunu göstərir. Sadəcə biz onların yanından ötüb keçirik. Biz o haqqı görürük, amma o haqqa tabi olmaq istəmirik. Niyə? Çünki bizə nəzarətsiz yaşayış, hüdudlarsız yaşayış bizə rahatdır. İstədiyimizi eləyərik. Biz hüdudlara, heç cür hüdudlar çərçivəsində yaşamaq istəmirik. Niyə? Çünki insanın belə bir fikri var. Yəni, demokratiyada hər kəs azaddır. Nə istəyər, onu eləyər. Niyə ona çərçivə qoyulmalıdır ki, insana? Niyə ona hansısa bir bəlli çərçivələr daxilində yaşamalıdır ki, hüdudlar daxilində yaşamalıdır ki? Allah yaradıb, insanların yanaşması bu cürdə. Allah yaradıb, Allah yoxdan yaradıb, amma dünyada necə yaşayarıq, bunu özümüz bilərik. İblisin o ehtimalı düzgün çıxıbdır. İblisin ehtimalı ki, insanların böyük bir qismini azdıracam Allahın yolundan. Yalnız seçilmiş qullardan başqa. Bu ehtimal düz çıxıbdır. İblis insanların böyük bir qismini doğru yoldan saptıra bilibdir. İnsanların böyük bir qismini doğru yoldan azdıra bilibdir. Allah bizlərə rəhm eləsin. Allah bizlərə bu dünyada o Allahın bizə göstərdiyi haqqı görməyi nəsib eləsin. Allah bizi daim imanımızla sabit eləsin. Allah bizi
hak yolunda, İslam yolunda, Allahın yolunda, Allahın dini yolunda həm qəlbimizi, həm qədəmlərimizi sabit eləsin. Mən Allahın buyurduğu yoldan başqa heç bir yol tanımıram. Mən Allahın nazil etdiyi kitabda buyurduğu həyat tərzindən başqa heç bir həyat tərzi tanımıram. Allahın haqq olaraq tanımıram. Yəni belə həyat tərzləri çoxdur, amma haqq olaraq Allahın buyurduğu həyat tərzi var. Bu günləri insanların dünyada eşidib gördükləri bütün ədalətli nə varsa onların hamısı Allahın kitabında buyurduqlarıdır. İnsanların bu günləri arzuladığı ədalətli bir dünya Allahın Quranda buyurduğu ədalətli dünyadır. Amma nədənsə hər kəs ədalət axtarışındadır. Amma heç kim Allahın dininin yer üzünə də hakim olmasını istəmir. Allahın dini deyəndə hamı deyir ki, demokratik cəmiyyətdir. Allahın dinini saxlayın. Biz demokratik cəmiyyətdəyik. Biz 21-ci əsrdəyik. Biz artıq nə bilim, kəşflər zamanındayıq. Sanki Allahın dini, sanki Allahın buyurduğu həyat tərzi bütün bunlardan geridə olan bir şeydir. Sanki Allah öz dinində, sanki Allah kitabında deyir ki, insanlar inkişaf eləməsin, insanlar yaxşı ixtiralara imza atmasın, insanlar elmi kəşflər eləməsin. Xeyr, Allah hər şeyin yaxşısını deyir. Amma hər şeyin yaxşısını da indiki bu dünyanın, yəni bugünkü dünyanın kəşflər eləyib ortalığa qoyduğu hər cür murdarlıq və hər cür pisliyi buyurmur Allah. Bu günlər baxın, bu dünya kütləvi qırğın silahı adı altında bir silahdan danışır. Ümumiyyətcə bu silahı icad edən alimlər, ümumiyyətcə bax bu adın verilməsi bu silaha, kütləvi qırğın silahı. Yəni insanlar gərək nə qədər namərd olalar, insanlar gərək nə qədər şərəflərini, ləyaqətlərini itirmiş bir insanlar olalar ki, kütləvi qırğın silahını ümumiyyətcə kəşf eləyərlər. Yəni belə bir kəşfin üzərində də işləyərlər. Nə qədər gərək murdar insanlar olsunlar, nə qədər gərək alçaq insanlar olsunlar. Bu günləri yer üzündə bu elmin inkişafı ilə elə bir şeylərə gedib çatmışıq ki, bəli, onlar əlbəttə ki, Allah qadağa eləyir. Bu günləri bu yediyimiz demək olar ki, məhsulların böyük qismi insanları toxumsuzluğa aparır. Üzü toxumsuzluğa aparır. Yəni, bu cür kəşf əlbəttə ki, Allahın dini qadağan eləyir. Amma nədir? İnsanlar bunu mu istəyir? Yəni, siz bunu mu istəyirsiniz? Axı, siz bunu istəmirsiniz. Axı, siz geni dəyişdirilmiş neymətlərə axı istəmirsiniz. Genetikası dəyişdirilmiş neymətlərə axı etiraz edirsiniz. Hər kəs təbii yemək istəyir, hər kəs təmzindən yemək istəyir. Bəs necə olur? Allah da Quranda hər şeyin təmizini, hər şeyin yaxşısını buyurur. Bəs necə olur ki, Allahın dinini bəyənmirik, yenə də 21-ci əsr deyib Allahın dinini sanki köhnə bir şey kimi qəbul edirik. Bütün dünyanı bu günləri Lutun qövmü bürüyübdür. Lənətlənmiş bir qövm bu günləri bütün dünyanı bürüyübdür. Hər yerdə göy qurşağı bayrağını qaldırırlar. Hər yerdə, dünyanın hər yerində. 2022-ci ilin iyun ayında dünyanın bütün demək olar ki, şəhərlərində, tədris ocaqlarında, telefonlarda, uşaq oyunlarında, sosial şəbəkələrdə dünyanın tanınmış şirkətlərinin, tanınmış korporasiyalarının səhifələrində göy qurşağı bayrağını paylaşırdılar. 2022-ci ilin iyun ayında. Hətta o dövrdə onunla bağlı yazılarım çox oldu Facebookda, səhifələrimi belə bloka saldılar. Dünyanı bürüyüb. Allahın əlbəttə dediyi bütün bunlara qarşıdır. Allahın dediyi, Allahın buyurduqları, Allahın dedikləri icra olunsa dünya başqa dünya olar. İnsanlar onu istəmir. Bunu mu istəyirik?
Bu cürmü dünyanı istəyirik? Sağda, solda, hər yerdə tərbiyəsizlik, əxlaqsızlıq, bunu mu istəyirik? Sələm, kredit insanları boğub, insanları məhv eləyib, insanları kölə eləyibdir kredit. İnsanlar bugünkü gündə elə bütün dünyanı nəzərdə tuturam, həmçinin elə Azərbaycanda. Bu qədər köməyə ehtiyacı olan insanlar var. Bu qədər yardım istəyən insanlar var. Allah qismət elədikcə, Allah izin verdikcə gedirik. Bəzən Allahın rızasını o cür evlərdə axtarırıq, o cür ailələrdə axtarırıq Allahın rəhmətini. Gedirik ailələrlə tanış oluruq. Sadəcə olaraq bacardığımız qədər, əlimizdən gələn qədər. Müsəlman, mömin insanların, müttəqi insanların sədəqəsi ilə, zəkatı ilə onlara yardım eləməyə çalışırıq. O ailələrin haqqında bir məlumat toplayırıq. Böyük qismini bank kreditləri, banklar boğub müflis eləyibdir, məhv eləyibdir. Bütün malın, mülkün, hər şeyini kül eləyibdir bankın kreditləri. Və yaxud da insanların böyük qismi qumarxanalarda, topazlarda, mislilərdə, mülklərinə qədər uduzublar. Hər şeylərini itiriblər. Futbolda şot yaza-yaza müflis olublar. Bu dünyanı istəyirik. Axı, biz Allahın axı dediklərini bəyənmirik. Biz Allahın, biz deyəndə ki, əstəğfurullah, mən bəyənirəm. Biz yəni ümumilikdə hamımızın adımızdan danışıram, insanlığın adından danışıram. Mən bəyənirəm, mən Allahın dinini bəyənirəm. Mən Allahın dinindən başqa heç bir yol tanımıram. Həmd olsun aləmlərin Rəbbi olan Allaha. Allahın dinindən başqa heç bir haqq yol tanımıram. Allah günahlarımızı bağışlasın. Son nəfəsimə qədər də məni və sevdiklərimi də bu yolda sabit eləsin. Amin ya Rabbim. Amma axı siz bunu bəyənmirsiniz. Axı siz Allahın dini deyəndə onu xoşlamırsınız. Allahın qanunları deyəndə onu xoşlamırsınız. 21-ci əsrdir deyirsiniz. Deyirsiniz bu günləri biz 21-ci əsrdə yaşayırıq. 21-ci əsrdə bu yaşayışımı istəyirsiniz. Tərbiyəsizlik, əxlaqsızlıq, kişi ilə kişi, qadınla qadın. Hər gün bilirsiniz nə qədər insanlar ana bətnində doğranılır. Abortlar olunur. Bilirsiniz nə qədər. Göyün azon qatı deyirlər, deşilir. Nə bilim, gah deyirlər təyyarələrin havaya buraxdığı qazdan deşilir. Gah deyirlər, nə bilim, sənayeyə görə, dünyada sənayenin inkişafına görə, zavodların, fabriklərin buraxdığı qaza görə deşilir göyün azon qatı. Xeyr. Göyün azon qatı deşilirsə, göyün azon qatını ana bətnində diri-diri doğranan uşaqların ahnaləsi deşir. O körpələrin ahnaləsi deşir. Uca Allah Quran-ı Kərimdə buyurur ki, o böyük gündə, sorğu-sual gündə soruşulacaq ki, bu qız uşaqları niyə diri-diri torpağa gömülürdü? O vaxtı biz bildiyimiz kimi o vaxtı qız uşaqları dünyaya gəlirdi, onları aparırdılar, diri-diri torpağa gömürdülər. Bugün də eyni şeydir. Bu günlərdə o qız uşaqlarını, hətta bəzən oğlan uşaqlarını da, mən çox qız uşaqlarını ana bətnində diri-diri torpağa gömürlər. Budurmu 21-ci əsr? Budurmu elmin inkişafı? Budurmu Allahın dini o dövrlərdə qaldı, bugün 21-ci əsrdir? Bunu mu istəyirsiniz 21-ci əsrdə? Allah günahlarımızı bağışlasın. Allah bizləri əfv eləsin. İblis bizi hər tərəfdən haqlayıbdır. İblis bizi hər tərəfdən öz toruna salıbdır. Bu günləri doğma insanlar bir-birini yarım kvadrat torpaq üstündə az qala bir-birlərini öldürərlər. Az qala bir-birlərini məhv eləyərlər. Doğma insanlar dünənə qədər torpaqların arasında çəpər olmayan, hasar olmayan insanlar bu günləri hasarı bir daş o tərəfə ya bir daş bu tərəfə qoymağın üstündə bir-birlərindən savaşırlar. Budurmu 21-ci əsr? Budurmu Allahın dininin köhnə bir o dövrlərə aid olması? Biz bugün artıq
21-ci əsrdəyik, texnikanın inkişaf etdiyi dövrdəyik. Buna mı deyirsiniz? Qardaş qardaşla, bacı bacı ilə yola gedənmir, mal mülk üstündə. Allah günahlarımızı bağışlasın. Allah bizləri əfv eləsin. Quran-ı Kərimdə Uca Allahın valideynlərlə bağlı buyurduğu ayələr var. Uca Allah valideynlərə necə bir qayğının olmalı olduğundan danışır. Amma bu günlər insanlar valideynlərini bəzən günlərlə, bəzən həftələrlə belə ziyarət etmirlər. Həftədə bir dəfə valideyni ilə görüşən, valideyninin ziyarətinə gedən onu çox böyük bir əməl bilir özünə. Və yaxud da ayda bir dəfə valideynini ziyarət edən onu çox böyük bir əməl bilir özünə. Budurmu 21-ci əsr? Mən rayondan Bakıda gəlib işləyən, o ehtiyac üzündən gəlib burada işləyənlərdən danışmıram. Yenə də elə insanlar da əgər valideynlərini gündə bir dəfə belə zəng eləyib bir hal əhvalını tutmurlarsa, bax onlara deyirəm sözümü. Budurmu 21-ci əsr? Belə gəlmişik 21-ci əsrə. Allahın dinini bəyənmirik. Allah Quranda deyir ki, valideyninizə qayğı göstərin. Valideyninizi deyir, qayğıdan kənarda buraxmayın. Kasıbçılıqdan zəng eləyə bilmirəm deyənlər var. Elə şey yoxdur. Necə olur kasıbçılıqdan telefonunda internet, TikToka girməyə pul tapa bilirsən, internet ala bilirsən telefonuna. Amma valideyni və zəng eləyib onun halını əhvalını tuta bilmirsən. Biz Uca Allahın kitabından uzaq düşməklə, biz Uca Allahın kitabından ayrı düşməklə, biz Allahın dinindən uzaq düşməklə, biz Allahın dinindən ayrı düşməklə biz hər şeyimizi itirmişik. Və itirə-itirə də gedirik. Bütün mənəvi dəyərlərimizi itirmişik. Allahın dini yaxşıdır, amma bugün 21-ci əsrdir deyə hər şeyimizi məhv eləmişik. Bütün mənəvi dəyərlərimizi məhv eləmişik. Bunu mu istəyirsiniz? Bu həyatımı istəyirsiniz? Bu cür həyatımı istəyirsiniz? Heç biriniz əslində qalanda bunu istəmirsiniz. Oturub bunları sadəcə olaraq düşünməyə vaxtınız yoxdur, imkanınız yoxdur. Düşünmürsünüz bunları. Televideniya başınızı qatır, seriallar başınızı qatır, TikTok başınızı qatır, YouTube bir tərəfdən, Instagram bir tərəfdən, Facebook bir tərəfdən. Bu şeylər başınızı qatır, ona görə heç düşünmürsünüz ki, biz hara gedirik, nəyə doğru gedirik. Yəni, dünya hara gedir? Dünya nəyə doğru gedir? Allahın qurduğu, Allahın yaratdığı, Allahın yoxdan var etdiyi bu dünyanı bütün insanlıq hara gedir? Dağda hara gedir? Hər şey dağıdır, hər şeyə müdaxilə edir. Niyə? Çünki Quran-ı Kərimi, çünki Allahın nazil etdiyi kitabı, Allahın buyurduğu ayələri o dövrə aid bilir. Bu dövrü isə 21-ci əsr bilir. Bu dövrü elmin, texnikanın inkişaf etdiyi bir dövr bilir. Ona görə də böyünləri kişi ilə, qadın da qadından ailə qurur. Ona görə böyünləri əxlaqsızlıq, tərbiyəsizlik baş alıb gedir. Ona görə böyünləri pislik, harada nə pislik varsa hamısı baş alıb gedir. Dünyanın hər yerində. Bayaqlar dedim, elmin, texnikanın inkişafı, kütləvi qırğın silahını, yəni bunu icad eləmək, bunun üzərində işləmək, bunu araşdırmaq, bu işə pul buraxmaq, bunu yaratmaq, bu namussuz, şərəfsiz bir yığının ancaq işi ola bilər. Yəni bu cür silahları, bu günləri elm inkişaf eləyir deyənə, biz də bunları yaradırıq, biz də bunların üzərində işləyirik və biz də bunları icad eləyirik, ancaq şərəfsiz və namussuz bir insan yığını bunu eləyə bilər. Kütləvi qırğın silahı. Adını da hələ bu cürdə qoyurlar, kütləvi qırğın silahı. Nə qədər insan gərək
Görün nə qədər Allahsız olsun, nə qədər gərək dindən, Allahdan gərək bir uzaq bir insan olsun ki, ümumiyyətcə bu adı hələ o silahın üstünə qoya bilsin. Uca Allah Quran-Kərimdə deyir, bir günahsız insanı öldürən yer üzünü öldürməyə bərabərdir. Onun günahı, bir günahsız insanı öldürən. Amma biz bu günləri 21-ci əsrdə deyirik və nəyə doğru getdiyimizi və nəyə doğru sürükləndiyimizin də özümüz şahidi oluruq. Uca Allah Quranda bir ayə deyir. Pis insanlar haqqında deyir bunu. Deyir, onlar əkinləri və nəsilləri məhv eləyərlər. Baxın, bu günləri gözümüzün qabağında bütün əkinlər və bütün nəsillər məhv olunur. Bu günləri salınan bağlar, salınan əkinlər, yeni toxumlar, bunların hamısı həm əkinləri məhv eləyir, həm də nəsilləri məhv eləyir. Bu günləri yediyimiz demək olar ki, çox şey insanları toxumsuzluğa aparır. Toxumu yoxdur yediklərimizin. İnsanı toxumsuz eləyir. İnsanın toxumu olmur. Onları yeyirlər insanlar, sonra gedib müxtəlif həkimlərdə sonsuzluqdan müalicə olmağın yollarını axtarırlar. Bunu mu istəyirsiniz? Bu həyatı mı istəyirsiniz? Allahın dinini bəyənməyib, 21-ci əsrdə yaşayırıq deyib, bu həyatı mı arzuluyurdunuz? Bu həyatı mı istəyirdiniz? Yaşayın bu həyatı. Şübhəsiz ki, Uca Allahın heç şübhəm yoxdur. Heç şübhəm yoxdur mənim buna. Məni tanıyanlar bilirlər. Məni yaxından tanıyanlar, oturub durduğum insanlar, mənimlə yaxın ünsiyyətdə olan insanlar bilirlər ki, mənim buna zərrə qədər olsun şübhəm yoxdur. Allahın vədi mütləq yerinə yetəcək. Allahın vədi mütləq gələcək. Allah söz verib Quran-Kərimdə. Uca Allah söz verib ki, azğınlığın üstünə o azğınlıq ki artacaq, insanların ki azğınlığı artacaq, onda deyir onların başını qatacam. Başları qarşında da onları qəflətən yaxalayacam. Öz şiddətli əzabımla yaxalayacam. Mən buna heç zərrə qədər şübhəm yoxdur. Gec-tez Allahın əzabı gələcək. Allahın əzabı gec-tezi yer üzünə inəcək. Sadəcə olaraq, əgər biz tövbə eləyəriksə, əgər biz doğru yola yönələriksə, əgər biz özümüz islah eləyəriksə, əgər biz həyatımızı Allahın dediyi kimi yaşamağa cəhd eləyəriksə, əlbəttə ki, bizi bütün əzabları bizdən dəf eləyər. Amma nə qədər ki, insanlar azğınlığa davam eləyir, nə qədər ki, insanlar günahlara davam eləyir, nə qədər ki, insanlar pisliyə davam eləyir, əlbəttə ki, o Allahın dediyi o əzab mütləq ki, gələcək və Allah insanları qəflətən yaxalayacaq, özün də dediyi kimi. Əlbəttə ki, bu dünya bir imtihandır. Bu dünyada baş verənlərin hamısına Uca Allahın ixlaslı qulları, Uca Allahın müttəqi qulları bir səbir sərgiləyirlər və səbirlə o günü gözləməyə cəhd edirlər. Allah səbrimizi daha da artırsın. Allah səbrimizin üstünə səbir artırsın. Allah bizlərə rəhm eləsin, bizləri bağışlasın. Amin ya Rabbim. O böyük günə qədər Allah bizlərə rəhm eləsin. O böyük gün gələnə qədər Allah bizlərə rəhm eləsin. Amin ya Rabbim. Əziz qardaş və bacılarım, mən Quran-Kərimi oxuduqca və bu dünyada nələrin baş verdiyini izlədikcə əlbəttə ki, məyus oluram. Məyus oluram ona görə ki, yəni bu cəmiyyətin, bu insanlığın, bu yaşayışın nəyə doğru getdiyini Quran-Kərimə görə insan anlaya bilir. Amma əlbəttə ki, bizim də əlimizdən gələ biləcək bir şey yoxdur. Biz sadəcə xatırlaya bilərik, sadəcə xatırlada bilərik, sadəcə deyə bilərik, sadəcə Allahın ayələrini insanlara xatırlada bilərik. Başqa əlimizdən heç bir şey gələ bilməz bizim.
Allah Quran-Kərimdə Peyğəmbəri Həzrəti Muhammədə buyurur ki, deyir, sənin işin sadəcə deməkdir. Sənin işin sadəcə söyləməkdir. Bizim də işimiz, biz bu günləri özümüzü Allahın dini yoluna həsr eləyiriksə, Allahın o əziz Peyğəmbəri Həzrət Muhammədi özümüzə bir nümunə kimi qəbul eləyiriksə, biz də ən yaxşı halda deyə bilərik. İnsanları deməklə insanları bir müjdələyə bilərik, bir qorxuda bilərik. Qorxuda bilərik Allahın əzabı ilə, müjdələyə bilərik Allahın yolunu tutub gedən qulları Allahın rəhməti ilə, mərhəməti ilə. Allah bizim günahlarımızı bağışlasın. Allahdan diləyirəm ki, Allahın dininin yer üzünə yayılmasında, Allahın dininin yer üzünə hakim olmasında əməyi olan bütün insanlardan Allah bunu qəbul eləsin. Allahın dinini yer üzünə yaymağa çalışan bütün qullardan Allah qəbul eləsin. İki mən qarışıq. Allah bizdən qəbul eləsin, günahlarımızı bağışlasın, əfv eləsin bizi, bizlərə mərhəmət eləsin. Bizim əməllərimizin mükafatı olaraq bizə axirətdə, daha doğrusu bizə gözəl bir axirət həyatı nəsib eləsin. Amin ya Rabbim. Allaha əmanət olun. Allah hər birimizə yardımcı olsun. Amin ya Rabbim. Bir də əsas Allah bizimlə olsun. Amin ya Rabbim.